Zənglər müxtəlifdir. Zəng var telefonun zəngi, zəng var qapının zəngi və bunlar hər gün çalına bilər, hətta dəfələrlə çalına bilər. Ancaq yeganə zəng son zəngdir ki, o insan həyatında cəmi bir dəfə çalınır və o da məzunlar üçün çalınır. Yəni əziz məzunlar, sizə əvvəla gələcək illərinizdə, gələcək həyatınızda uğurlar arzulayıram. İnşallah səsiniz yüksəklərdən gəlsin. İnşallah ən ali məktəblərdən gəlsin. İnşallah Oxforddan, nə bilim, dünyanın tanınmış universitetlərindən gəlsin inşallah. Sizə bir şey demək istəyirəm ki, yəni bir gün ola bilər siz hansı xatirələr o məktəbdə qoydunuz, biriniz yoldaşlıq, nə bilim dostluq, kiminin olduğu dövrdə 11 il ərzində istədiyi qız oldu, istədiyi oğlan oldu. Yəni o xatirələr hamısı bu gün sonlandı. Yəni inşallah Allah hər kəsi xoşbəxt eləsin. İstər dost cəhətdən, tanış, istər sevgili cəhətdən, hər cəhətdən Allah xoşbəxt eləsin hər birinizi. Ancaq sizə bir şey demək istəyirəm ki, bu son zəng elə bir zəngdir ki, o sizə tək o tənəffüsləri vaxtı çalınan zənglərin ən sonuncu zəngi olmasın. O son zəng sizə bir siqnal olsun. Bilirsiniz nə siqnalı? Mən 11 ildə kimlərin sayəsində oxudum. Kimlərin sayəsində bu insanları tanıdım. Kimlərin sayəsində təhsil aldım. Kimlərin sayəsində mən belimdə çanta insanlar kimi, normal insanlar kimi məktəbə gəldim. O kimlər, yaxşı bilirsiniz kimlərdir. O kimlər valideynlərdir, əziz məzunlar, əziz balalar. İlk öncə onları unutmayın. O 11 il ərzində valideynlər bilmədiniz, boğazından kəsdi, bilmədiniz qonşudan aldı, bilmədiniz hansı əziyyəti çəkdi, bilmədiniz analarınız marketdə orada-burada işlədi, sizi oxutdu, bilmədiniz atalarınız karyerdə daş daşıdı, zulüm çəkdi, oxutdu. Yəni bunları bilmədiniz. Yəni onun zəngidir, əziz tələbələr, şagirdlər. Onları unutmayın və onların əziyyətini yerə vurmayın. Və ikinci növbədə də müəllimlərinizdir. O insanların haqqı sizin üstünüzdə bir valideyn qədərdir. Təbii ki, borclusuz. Yəni gələcək həyatınızda da. Yəni üçüncü səbəb də odur ki, yəni bu son zəng sizə xatırladır ki, artıq qurtardı. Artıq qurtardı bunlar. Sizi gələcəkdə Allah yolunuzu açıq eləsin, sizi heç vaxt darda qoymasın. Sizi çətin günlər, məsuliyyətli günlər gözləyir. Məsuliyyətli illər gözləyir. Siz məqsəd qoymalısınız qarşınıza ki, biz valideynlərimizin, nə bilim, üstümüzdə haqqı olan insanların əziyyətini itirməməliyik. Biz gələcək qurmalıyıq. Biz dövlətimizə, xalqımıza, ölkəmizə layiq bir evlatlar olmalıyıq. Əsas məsələ budur. Yəni bir məzun ki, bugünkü gün dövlətini, xalqını, ölkəsini fikirləşirsə, demək ki, onun gələcəyi var. Demək ki, ondan o heç kəsin haqqını itirməyib. Yəni bir məzun kimi, bir şagird kimi, bir ağıllı bala kimi. Buradan da hamınıza bir daha uğurlar arzulayıram. Yolunuz açıq olsun, son zənginiz mübarək olsun. Və bu videomda da mən öz məzunluq dövrümü deyirəm, tariximi deyirəm. 2001-ci ilin məzun olmuşam. Buradan da kimsə varsa salamlasın, mən də şad olaram və hər kəs xahiş edirəm öz məzunluq tarixini yazsın və kəndini, rayonunu, məktəbini imkan varsa. Allah xalqımızı, dövlətimizi qorusun. Allah Azərbaycana həmişə belə xoş günlər nəsib eləsin inşallah. Var olun Azərbaycan xalqı. Allah sizi qorusun, gözəl məzunlar. Uğurlar sizə.